Hörmətli iştirakçılar, indi isə növbəti panel müzakirəsinə keçid alırıq. Bu panel açıq bankçılıq və açıq maliyyə mövzusuna həsr olunub. Açıq bankçılıq ekosistemi banklar, fintechlər və müştərilər arasında məlumat mübadiləsini rəqəmsal şəkildə optimallaşdıraraq daha çevik, şəffaf və müştəri yönlü xidmətlərin yaranmasına imkan verir. Panelimizdə bu sahədə regional təcrübələr, çağırışlar və inkişaf perspektivləri müzakirə olunacaq. Mən moderator Rasim Xammədovu dəvət etmək istəyirəm. Express Pay'in rəhbəri. Buyurun, alqışlarınızla Rasim bəyi dəvət edək. Rasim bəy, buyurun, söz sizdədir. Digər spikerlər də, panelin iştirakçıları da siz dəvət edin. Təşəkkür edirəm. Gününüz xeyirli uğurlu olsun. Nahara az qalıb. Düşünürəm ki, biraz tez çıxarıq. Zəhmət olmasa, Mərkəzi Bankın nümayəndəsi Sahib bəy. Fintech Assosiasiyasının sədri və United Payment'ın sədri Edgar bəy. Gürcüstan Banklar Assosiasiyasının əməkdaşı, Open Banking'in layihənin idarə edilməsinin rəhbəri Mikhail. Biz bugün görüşməmişik, ona görə indi görüşürük. Bir də mən görüşmüşəm açığı. Təşəkkür edirəm zamanı seçdiyinizə görə və bizi dəvət etdiyiniz üçün ən azı. Təşkilatçılara böyük təşəkkür ki, bugünkü günün mövzusunu qabaqcıl gedər, transformasiyaya belə deyək, irəlidə gedən bir mövzusunun birini seçildi, Open Banking və burada bizi görmək istədi. Panel iştirakçılardan istədik elə beynəlxalq təcrübədən, fintech tərəfinin inkişafından və Regulator Mərkəzi Bankın tərəfinin eşidək və ona görə də belə bir komanda formalaşıb. Bildiyiniz qədər Open Banking çərçivəsində hər bir hərəkətlər bu tək API və texnologiya deyil, zaten bu bugünkü günün aktual fintech, maliyyə bazarının iştirakçıları və Regulator tərəfinin birgə bir dildə danışmasıdır. Və Open Banking'in özünün əsas məqsədi nəinki məlumatların qorunmuş formatda iştirakçılara çatdırmasıdır. O cümlədən də müştərilərin qarşısında layallıq yanaşması, müştərilərə rahatçılıq verilməsi və qabaqcıl rəqəmsal ekosistemin birləşdirməsidir. Burada Mərkəzi Bankın birinci deyək də sual vermək istəyərdik. Sahib bəy, zəhmət olmasa imkan daxilində bizə Mərkəzi Bank nümayəndəsi kimi Open Banking'in, açıq bankçılığın yanaşmasının və tətbiqinin bugünkü günün aktual statusu nə yerdədir? Çox sağ olun. Mən də hər birinizi salamlayıram. Bildiyiniz kimi artıq 6 oktyabr tarixində Azərbaycanda açıq bankçılıq funksiyonallığı çalışmağa başlayıb və bu həqiqətən biz çoxdan gözlədiyimiz bir andır. Və hal-hazırda artıq 18 bank açıq bankçılıq API-larını təqdim edir. Bu API-lar Mərkəzi Bankın mərkəzləşdirilmiş infrastrukturu üzərindən təqdim olunur və artıq 4 təşkilat öz mobil tətbiqlərində açıq bankçılıq funksiyonallığını əlavə ediblər. Yəni, bütün müştərilər, həmin bankların müştəriləri bu API-lardan istifadə edə bilərlər. Qeyd edeyim ki, həmin funksiyonallıqda hal-hazırda yalnız hesab üzrə məlumatlar funksiyonallığı təqdim olunur. Burada hesab məlumatlarıdır, hər bir hesab üzrə balansdır və əməliyyat tarixçəsi.
göstərilir. Yəni siz bu 4 bankın tətbiqlərində girib digər banklardakı hesablarınızı, onların balanslarını və əməliyyat tarixçəsini izləyə bilərsiniz. Eyni zamanda paralel olaraq biz həm elektron pul təşkilatları və ödəniş təşkilatları ilə inteqrasiya prosesinə start vermişik və yaxın zamanda ödəniş xidməti üzrə də API spesifikasiyalar təqdim olunacaq banklara və bu proses, bu inteqrasiya bitdikdən sonra artıq yalnız hesab üzrə məlumatlar deyil, eyni zamanda ödəniş xidmətləri üzrə də açıq bankçılıq API-ları təqdim olunacaq. Hal-hazırda status belədir. Çox sağ olun, minnətdaram. Gəlin belə eləyək də, biz çalışaq bu gün interaktiv aparaq. Open banking belə bir mövzudur ki, hər birinizə burada bazar iştirakçı olduğunuza görə suallar açıqdır. Suallarımı göndərmək üçün, vermək üçün ya yaxınlaşın SMS-lə verəcəklər bizə, ya da istərsəz mikrofonla da verə bilərik. Biz tam olaraq açıq, şəffaf münasibətlərə gəlmişik, bir-birimizə soru-sual vermək üçün. Mixail, mən Azərbaycan dilimi çox güman ki, eşidirsiniz. Okey, əla. Mixail, imkan daxilində bizimlə açıq bankçılığın Azərbaycan tərəfindən belədir, Sahib bəy dediyin yanaşmasından Gürcüstanda da açıq bankçılıq bir neçə ildir fəaliyyət göstərir və burada istərdim ki, siz özünüzün açıq bankçılıq tətbiq olunanlardan nəyə nail olmusunuz? Bu nə dərsi götürmüsünüz və bu dərsdən necə bizlə paylaşa bilərsiniz? Tövsiyə xarakterli ən azı. Okay, thank you for the question. Hello all. What we learned is that, first of all, what I need to say is that open banking is a collaboration project. So each and every participant is very important. And all these participants need to find what benefits they will have out of the open banking. And it's not only about fintechs, but also about banks, because they need to feel that they are involved. They are not just source of the data, but they are getting something back also. If you allow me to give you some very short presentation on where we are, what we have, where we go, it will be, I think, easier and answer some of the questions. If there is... Just a moment. Here it is. Okay, thank you very much. Okay, so I will try not to waste much time. If it works, yeah. Okay. So first of all, what is the National Bank doing and what is association doing? Because I'm representing banking association, right? So of course, the National Bank defines the general scope, like what needs to be done, what timelines. Then we are negotiating on times, of course, because they put strict timelines and we try to negotiate. They drive all legislative work and they do supervisory and oversight. So if something is not done properly, they can punish somehow because they are regulatory. On the other hand, we are doing technical standards as an association, so it's completely outsourced to us. We are contributing, we are working closely with National Bank on the legislation, and we are assisting banks and other players. It's very important, the other players part. So it was obstacle, let's say, that banking, you are a banking association, you are telling some fintechs that come and we will help. Usually they don't believe that you will indeed help, but if you show your commitment and your involvement, your courage, then they will believe. So this is something that name does not matter that much if they see that you want to really implement this. So here are our services which we already have. So payment initiation in PSD2 style is already operational and it's free. I mean, free means free by means of API. So of course it's a matter of all these tariffs which are for transferring interbanking or abroad, but the API itself is free.
We are going to have also paid extended APIs. And this is where we see real benefit for banks so that they could recover at least some costs. Because PSD2 open banking is free, so banks usually rarely see any benefits for it, and they are not very happy. So, okay, National Bank can force them to implement it, but at some point of time, okay, they will say that, okay, now I need to make money and go away, please. So we are doing extended. It's not used yet, but we will start using it soon. Some legislation is needed. Payment account information is operational, it is free. We did also loan and deposit account information sharing, which will be paid service. It's already operational, but not yet very actively used. We have digital onboarding, which is very, very popular, and this is alternative of onboarding yourself via biometric. You probably all know that you can take selfie, do liveness check, and here what we did is that if you are a client of one bank, you can easily open an account in another bank or even some non-banking institution, and it's very popular. We are now doing push-style account information service, and we are looking forward to make the account information service more actively used because of that. And someday we will also do request to pay post-fund right now. It's also important to mention our coverage of the payment system. So it's not only transfers inside the same bank, but also inside Georgia, even outside Georgia. Unfortunately, Georgia right now doesn't have instant payment system, and National Bank is working on that. And as soon as it will be there, we'll cover it with open banking. And we also want, and we work already to get commercial IPS systems, which are already in Georgia, to cover as well. So just a few technical stuff about Connect. So it's really open by me, so there is no VPN or whatever. We decided not to mandate a central hub. So hubs are possible if somebody finds it feasible. However, there is a way of direct connection to banks, so to eliminate intermediaries in between. Of course, it does not mean that hub is not possible. We can even think of connecting to your hub or whatever else hub, regional hub, why not? Yes, and regarding participation for all banks is mandatory. Newcomers usually get some waiver because, you got the license yesterday and today now you have to expose open banking. It's not real. We have 5 non-banking providers already, and one organization which is not involved in open banking, but it uses digital onboarding. So we try to go beyond open banking that way. And some statistics in the end. So this is payment initiation. You can see. Of course, it's not near card to card transactions. Card transactions are skyrocketed, but it's very good. Account information has a very interesting curve. So I struggle to explain why this happens. So I can speculate, but not really. Yes, because it's the same as you said. So it's banks show accounts in other banks. And this is digital onboarding. Okay, that's basically all. This is where we are now. Thank you very much. From our guest, we have one question. Which successful use case from Georgian best demonstrated the real value of open banking? I would say that despite the fact that from statistics point of view, it's payments, which is skyrocketing, for me, the digital onboarding service is very important because it's also a paid service.
So we had to also have some sign some contract between banks. So this way we show that it's not mandatory to stay on free services only. So eventually we will have some number of free services, some number of paid services, maybe some free services with commercial options as well, so that banks get encouraged and really take care on their interfaces, and not only because like national banks is pushing and punishing for non-operational interface. Thank you very much. Edgar Bey, fintech bazarın irəlidə gedən təşkilatların birinin rəhbəri olaraq və o cümlədən də assosiasiyanın rəhbəri olaraq, fintech assosiasiyanın rəhbəri olaraq bir sual sizə. Bizdə Open Banking bir neçə vaxtı, Beyaqsat bəy dediyi ki, banklara icraya verilibdir və bir neçə bank qoşulubdur. Əla. Sizcə bu API-in inteqrasiyasında, sizcə yəni ki, məlumatınız var 100% bilirəm, ona görə deyirəm. Hansı ən çox çətinliklərlə yaşanır bax indi hal-hazırda? Ona görə ki, niyə görə sual verdim? Gələcəyi fintechlarımız da bununla rastlaşa bilər, ona görə soruşduq. Çox maraqlı və belə təxribat xarakterli suala görə təşəkkür edirəm. Birinci növbədə salamlayıram hər kəsi və hörmətli sahib müəllimin timsalında Mərkəzi Bankımızı və digər dövlət qurumlarını burada görmək çox xoşdur. Bu elə ona dəlalət edir ki, necə ki bizim bütün inkişaf prosesimizdə bizim yanımızdadırlar, xüsusilə Mərkəzi Bankımız və böyük ümidlərimiz və gözləntilərimiz onunla bağlıdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankı özü bu prosesdə monitoring, patronaj, nəzarət, bunu necə ifadə eləsək, necə istəsəz elə ifadə eləyə bilərik. Amma bir mənalı şəkildə onu deyə bilərəm ki, Mərkəzi Bankımızın göstərişləri və yönləndirməsi olmasa, bu Open Banking adı altında banklarımızın API-lərini açıq bankçılığa keçidi çox çətin olacaq. Və buna görə bir daha təşəkkür edirəm ki, Mərkəzi Bankımız çox qəti şəkildə tələblərini qoyur, deadline-larını qoyur və buna görə bu proses davam edir. Əlbəttə ki, bizim birinci növbədə vətəndaşlarımız, yəni ödəniş xidməti istifadəçiləri adlandırdığımız bank hesabının sahibləri, eyni zamanda elektron pul təşkilatlarındakı elektron pul hesabının sahiblərinin birinci növbədə, yəni konstitusiya üzrə və istehlakçı hüquqları üzrə hüquqlarıdır ki, öz haqlarıdır ki, onların bank hesabları məlumatları hansısa bir ödəniş xidməti istifadəçisi göstəriş verdiyi təqdirdə açıq olsun və bunun nəticəsində də digər banklar, elektron pullar və hətta BOK-lar və digər maliyyə institutları bu informasiyaya əl çatanlığı təmin olunsun və vətəndaşlarımıza daha keyfiyyətli, daha sürətli və ən əsas daha sərfəli xidmət təqdim eləsin. Burada həm non-interest və interest məhsulları dediyimiz, həm kredit məhsulları, həm əməliyyat məhsulları ilə bağlı təkliflərin əlçatan olmasıdır birinci növbədə. Və əgər bu açıq bankçılıq prosesində hansısa bir neçə maliyyə institutu yaxından əməkdaşlıq eləməsə, bu o deməkdir ki, bizim ölkəmizdəki rəqəmsal ödəniş ekosisteminin inkişafına dolayı yolla mane olur. Bugünkü gündə çətinliklər ondan ibarətdir ki, tam belə ad çəkmədən qeyd edeyim ki, bir sıra banklar bildiyiniz kimi biz fintechləri hələ də özlərinə rəqib görürlər. Bir sıra banklar hansılar ki, bizi özlərinə tərəfdaş görürlər, onlar artıq öndədirlər və get-gedə bizi özlərinə rəqib görən banklardan da biz bu qığılcımları almağa başlamışıq. Çünki özlərindən itirilən sub-acquire dövriyyəsi, özlərindən itirilən potensial müştəri bazasını gördükcə artıq digər böyük banklarda əməkdaşlığa açıqdırlar. Amma mən qısaca belə bir təşviq etmək istəyərdim ki, açıq bankçılığa API-lərini və texniki dokumentasiyanın sənədlərini hansı banklar tez açsalar bu gün, gələcəkdə həmin banklar daha öndə olacaqlar. Çünki biz fintechlər çox cəldik və sağ olsun Mərkəzi Bankımız da yanımızdadır və bizə yaradılan şərait
ona gətirib çıxaracaq ki, bir müddətdən sonra bizimlə əməkdaşlıq eləməyən banklar xeyli geridə qalmış olacaqlar və buradan da kifayət qədər müştəri bazası, müştəri datası və dövriyyə itirmiş olacaqlar. Mən bunu buradan deyirəm və bir neçə müddət sonra özünüz bunu müşahidə edə bilərsiniz. Rasim müəllim, suala qayıtsaq, qısaca çətinlik ondan ibarətdir ki, uzun müddətli vizyonunda innovasiya və çevikliyə açıq olmayan banklarla bugünkü gün biz çətinlik yaşayırıq. Amma ümid eləyirik ki, həmişə kimi Mərkəzi Bankımızın yol göstərməyi ilə və bizi yönləndirməsi ilə, öyrətməsi ilə, həmən bankların da vizyonu inkişaf eləməklə biz bu prosesi uğurlu icra eləyəcəyik və nəticədə Azərbaycanın maliyyə ekosistemi qazanmış olacaq. Eyni zamanda Azərbaycan sığorta ekosistemi də qazanmış olacaq və ən əsas da maliyyə texnologiyaları, yəni bizim kimi fintechlər nəticədə qazanmış olacaq. Ən yekun nəticədə vətəndaşımız və ölkə iqtisadiyyatımızın inkişafına birbaşa töhfə vermiş olacaq Open Bankingin tətbiq olunması. Təşəkkür edirəm. Geniş, əməlli, həmi silsilələri belə deyək də, həmi bankları təriflədiniz, həmi fintech təşkilatları. Onda növbəti sual Mərkəzi Banka deyək deyək. Ona görə ki, sözü atdınızsa belə deyim də, kommersiya təşkilatları regulator hissəsində baxaq. Burada Sahib bəy, bildiyimiz kimi məlumatların saxlanmasından suallar getdi və şərh bilindi. Məlumatların saxlanması və innovasiyaya açıq olan datanı olaraq, fiziki və belə deyim də, rəqəmsallaşdıran dövr zamanında bu balansı sizcə necə saxlayacağıq? İlk olaraq mən istəyərdim ki, ümumiyyətlə açıq bankçılıq anlayışında bəzi adamlarda bir səhv təəssürat yaranır ki, açıq bankçılıq düşünürlər ki, bu məlumatlar istənilən bir şəxs üçün, ya istənilən bir bank üçün, ya istənilən bir fintech üçün açıq olacaq. Bu tamamilə belə deyil. Yəni burada bayaqlar Elqar bəy də qeyd etdiyi kimi, yəni hər bir şəxs özü buna bir qərar verərkən, yəni bir icra sərəncam verərkən bu məlumatlar digər təşkilata ötürülə bilər. Məlumatların qorunması ilə bağlı bir neçə məqam qeyd etmək istəyərdim. Burada ilk olaraq qeyd etmək istəyirəm ki, bu API-lardan istifadə edən təşkilatlar mütləq olaraq ya lisenziyası olan və ya qeydiyyatdan keçən təşkilatlar olmalıdır. Yəni artıq burada müəyyən bir filtr keçirirlər ki, yalnız lisenziyalı təşkilatlar bu xidmətdən istifadə edə bilərlər və bunu nəzərə alaraq həmin təşkilatlara informasiya və kiber təhlükəsizlik tələbləri də şamil olunur. Yəni bu təşkilatlar mütləq olaraq məlumatların saxlanması və onların qorunması ilə bağlı bütün təhlükəsizlik tədbirlərini görməlidirlər. İkinci məsələ burada həm API-ları təqdim edən, yəni məlumatları təqdim edən tərəf, həm məlumatları istifadə edən tərəf mütləq olaraq müştərini eyniləşdirməlidir və yalnız eyniləşdirmə baş verdikdən sonra həmin məlumat mübadiləsi aparıla bilər. Üçüncü məsələ burada razılıq məsələsidir. Yəni şəxs mütləq olaraq məlumatların paylaşılması ilə bağlı öz razılığını verməlidir və bu razılıq gücləndirilmiş müştəri autentikasiya vasitəsilə təsdiq olunmalıdır. Yalnız bu proses baş verdikdən sonra bank və ya hesab sahibi kimdirsə, elektron pul təşkilatı da ola bilər, bu razılıq alındıqdan sonra həmin məlumatları ötürə bilər. Və son olaraq, yəni bundan öncə də qeyd etdiyim kimi, yəni Mərkəzi Bankın texniki infrastruktur üzərindən məlumat mübadiləsi həyata keçirilir və bu məlumat mübadiləsi tam olaraq şifrələnir və bu məlumat mübadiləsi, yəni bütün təhlükəsizlik tədbirlərinə uyğun olaraq həyata keçirilir. Sizin sualınıza gəldikcə ki, yəni bu məlumatların qorunması və innovasiyaların təşviqi necə balansı saxlayaq? Yəni biz Mərkəzi Bank olaraq fintechlərə, banklara bərabər bir şərait yaratmışıq ki, açıq bankçılıq funksiyonalından istifadə etsinlər və artıq burada səhnə təşkilatlarındır. Onlar bu məlumatlardan istifadə edərək, bütün bu tələblərə uyğunlaşaraq yeni məhsullar, innovativ məhsullar təqdim edə bilərlər. Təşəkkür edirəm. İnnovativ məhsul dedikdə deyəsən, zalımızda elə adamlar var ki, hazırlaşır. Bildiyiniz qədər Mərkəzi Bankda sandbox rejiminin üçün belədir, koordinasiyası da Sahib bəydə, düzdürmü? Sandboxla bağlı sual gəlir ona görə. Vahid
API standartların və ya innovasiyaların sürətləndirmək üçün sandbox mühitin yaradılması nəzərdə tutulurmu? Burada ilk vahid standartdan danışaq. Biz Mərkəzi Bank olaraq vahid standart ilk addımdan tətbiq eləməyi düşündük. Vahid standartın olması deməli bərabər şəraitin yaradılmasına gətirib çıxarır, həmçinin də rəqabətin artırmasına gətirib çıxarır. Vahid standartlardan əlavə də, vahid bir infrastruktur yaradılıb ki, bu infrastruktur üzərindən bütün təşkilatlar bu Open Banking xidmətlərindən istifadə edə bilərlər. O ki, qaldı sandbox məsələsinə. Açıq bankçılıqla əlaqəli innovativ məhsullar olarsa, təbii ki, biz bizim sandboxumuza, xüsusi tənzimləmə rejiminə qəbul edə bilərik. Burada bir sorun yoxdur, bir problemimiz yoxdur. Açıq bankçılığın tətbiqi ilə bağlı isə daha çox beynəlxalq təcrübədə texniki sandbox deyilən anlayış var ki, burada həmin sandbox çərçivəsində hətta lisenziyası olmayan təşkilatlar sintetik data vasitəsilə bu API-ləri yoxlaya bilər. Yəni qoşula bilər, demo API-lərdən istifadə edə bilər və artıq bu məhsulunu müəyyən bir səviyyə çatdırdıqdan sonra lisenziyasını alıb bu real açıq bankçılıq platformasına inteqrasiya edə bilər. Eyni zamanda məsələn Gürcüstanda da belə bir təcrübə var, yəni texniki sandbox tətbiq olunmuşdur. Bizdə də bu məsələ müəyyən bir müddətdən sonra aktual olacaq düşünürəm. Hal-hazırda bizim fokusumuz daha çox bu hesab məlumatları və ödəniş vasitəçiliyi xidmətləridir ki, onların geniş yayılmasına bir təkan verək və bu proses bitdikdən sonra, bu proses müəyyən bir səviyyə çatdıqdan sonra biz artıq texniki sandboxun tətbiqi ilə bağlı bir tədbirlərə başlayacağıq. Təşəkkür edirəm. Burada bir sual yarandı ki, biz Open Banking-i deyəndə birinci danışdıq ki, bunu açılırıq ancaq lisenziyalaşdırma olan təşkilatlara. Sandbox açılır digər lisenziya olmayanlar texniki, marketinq, satış yönümlü təşkilatlar üzrə hansı ki, təkliflər hazırıq və təkliflər gəlməlidir. Burada bir sual formalaşıb və kommers tərəfinə icazə verim. Burada Edgar bəy sizə və Mixail bəy sizə verəcəm. Ümumiyyətlə, Open Banking-in yanaşması ilə, bu API-lərin verilməsi ilə monetizasiya, məhsuldan danışdıq, Mixail də danışdı məhsullardan, siz də Edgar bəy Verdus məsələsi vurğuladınız. Monetizasiya tərəfini dedikdə, burada monetizasiya modelləri hansıları görürsünüz? Birinci istəyirsiniz Edgar bəy verir, sonra Mixail bəy versin. Qonağımız birinci buyursun. Olsun, best practice. Okay, regarding monetization, so right now in digital onboarding, which is our primary monetized service, we have very plain, like per-click payment model. And this is very important also to mention why it's like this. Like I was promoting more advanced models, but like in our open banking, we try to start at least from something. So it was easier to convince every bank to just put the payment, like price per click. Now we will try to go to more advanced model. For example, this push-style accounting information service is one of the things, so which will be subscription of updates on your account, so a new transaction comes and TPP gets responded. So it can be monetization of this free account information service. So if you are okay to just grab the data 4 times, is one thing. If you want something in online, you pay per subscription or per message or whatever. There are many models. We worked about this. We have some drafts. But you know, generally right now the only operational thing is per click. I hope that someday banks will fed up with counting each and every click, which is not very, from billing perspective, it's not very pleasant thing, but it's let's say a little bit early for that. Thank you very much.
Mən də çox Mikail bəyin dediklərinə əlavə olaraq deyim ki, əlbəttə bayaq Sahib müəllim də onu bir daha vurğuladı. Mən yenə qeyd etmək istəyirəm ki, vətəndaşın, yəni ödəniş xidməti istifadəçisinin özünün icazəsi ilə onun öz hesab məlumatlarını açıq bankçılıq vasitəsilə bölüşdükdən sonra bu datanın özünün aqreqasiyası və bu yığılmış datanın, məlumatın monetizasiyası mümkün ola bilər. Əlbəttə requlativ icazə ilə və tənzimləmə vasitəsilə və bu gələcəkdə böyük bir həm scoring vaxtı, həm buy now pay later dediyimiz yerində kreditləşmə üçün istifadə olunan scoring vaxtı çox dəyərli bir dataya çevrilə bilər. Müvafiq orqanlar tərəfindən də eyni zamanda. İkinci əlavə bir imkan ola bilər ki, verilmiş API-lara qatma dəyər artıraraq onların istifadəsini ödənişli eləmək. Yəni, bunu indi mən çox detallara girməyəcəm vaxtımızı nəzərə alaraq. Amma hər hansı bir bank və yaxud da ki, bir neçə maliyyə institutundan yığılmış açıq bankçılıq vasitədə yığılan datanın istifadəsinin özünün qatma dəyərlə monetizasiyasıdır. Yəni, sadəcə məlumat çəkmək pulsuz, amma o məlumatın hansısa analiz olunmuş data əsasında davranış analizimi, dələduzluğa meyillik və yaxud dələduzluqla mübarizə istiqaməti üçün istifadə eləmək mümkün olar və bu zamanda bunu artıq ödənişli təqdim eləmək imkanı ola bilər. Bir çox imkanlar da var. İndi mən vaxtın səmərəli istifadə olması məqsədindən onlara toxunmuram. Təşəkkür edirəm. Deməli, open banking mənasını bildik. Open banking bildik kimlərə verilir, istifadəçilər kimdir? Problemlərin bir hissəsini danışdıq. Best practice xarici ölkələrdən monetizasiyanı başa düşdük, təqribi olaraq. Bəs burada Sahib bəy, sizə bir əlavə sual. Növbəti 3 illiyi ərzində nə gözləntilər var bizdə open bankingdə? Nə edəcək? Mərkəzi Bank nə yanaşması fikirləşir? Burada iştirakçılar, qonaqlar da var xarici ölkələrdən. Azərbaycan daxilinə təşkilatlar da var. Hər kəsin öz belə deyim də planlaşdırılması bir yanaşmanın sandbox'un da inkişafını düşünsün. Bəli, təbii ki, biz Mərkəzi Bank olaraq açıq bankçılıq yanaşmasının inkişafını düşünürük. Bunu hətta bizim strategiyamızda da görə bilərsiniz. Mən burada əsas 3 istiqaməti qeyd eləmək istəyərdim ki, ilk olaraq burada bildiyiniz kimi hal-hazırda biz fiziki şəxslərə fokuslanmış API-ları təqdim edirik və düşünürük ki, növbəti mərhələdə hüquqi şəxslərin də tələbat olduğu halda, hüquqi şəxslərlə bağlı API-lar da təqdim oluna bilər. Düşünürük ki, burada müəyyən bir use case-lər ola bilər və bir nöqtəyə gələndə biz o ilə bağlı sektorda bir araşdırmalar da aparacağıq. Digər məsələ, hal-hazırda olan açıq bankçılıq yanaşmasında yeni use case-lər və yeni hansı API-lar, məsələn, hansısını bayaqları Mikail də qeyd etdi. Yəni, onlar təbii ki, inkişaf olunacaq, yeni xidmətlər əlavə olunacaq, yeni API-lar əlavə olunacaq və ən qlobal dəyişiklik burada açıq maliyyə yanaşmasına keçid olacaq. Yəni, burada açıq bankçılıq yanaşmasından açıq maliyyə yanaşmasına keçid nəzərdə tutulur. Burada nəzərdə tutulur ki, bildiyiniz kimi Mərkəzi Bank təkcə bank sektoru və ödəniş sektorunun regulatoru deyil, həmçinin də sığorta və kapital bazarları üzrə də regulyatordur və açıq maliyyə yanaşmasında artıq digər sektorlarında məlumatların təqdim olunması nəzərdə tutulur. Yəni, burada həm sektor daxili, həm sektorlar arası məlumatların mübadiləsi nəzərdə tutulur. Çox sağ olun, minnətdaram. Mən sizi saxlamaq istəmirəm, amma dostlar, həmkarlar, kimisə sualı varsa, zəhmət olmasa mikrofon verin də. Sağ tərəfdən. Yine var sualı verən, əlini tutun, planlaşdıraq. Aha, okey. Mikrofon kimdədir? Zəhmət olmasa mikrofonu təqdim eləyin. Mikrofon yoxdur. Özümüz gedək, götürək. Bəlkə tribunaya çıxaq. Tribunaya da dəvət edə bilərim sizə. Olar mı? Yox, mikrofon verirlər. Ha, verir? Ha, o da bəy gətirir. Təşəkkür edirəm sizə. Xoş gördük hamımızı. Mən Elvin Tayrov, Azərbaycan Beynəlxalq Bankının rəqəmsal kreditlər üzrə, biznes kreditlər üzrə baş məsul sahibi. Sualım Sahib bəy və Elqar bəyə olacaq.
bu mövzu, açıq bankçılıq mövzusu bizim üçün çox önəmlidir və illərdir bunu gözləyirik. Əsas mənim maraqlı olan sahəm ondan ibarətdir ki, niyə məhz fiziki şəxslərdən başlanılıb bu məsələ? Halbuki bugün bizim qanunvericilikdə də yəni açıq bankçılıqdan istifadə etməklə scoring modeldən çox istifadə edə bilmirik fiziki şəxslərə. Çünki onun scoring modelində bugün rəsmi gəlirlərinə əsaslanaraq, Mərkəzi Bankın tələblərinə əsasən sırf əmək haqqısının və DTI-yə belə deyək də əsaslanaraq veririk. Amma bugün Edqar bəy də qeyd etdiyim kimi biz bank olaraq açıq bankçılığı səbirsizliklə gözləyirik məhz biznes müştərilər üçün. Yəni KOS və korporativ müştərilər üçün. O da niyə? Scoring modellərdə rəqəmsal kreditlərin sürətli və dərhal verilməsi üçün. Yəni bunu nə zamana, ən sürətli halda nə vaxt eləyə bilərik və onun üçün də biz banklardan gözlənti nədir və hansı dəstəyi göstərə bilərik? Yəni sözümün qısası, belə deyək, banklar üçün ən önəmli olan məncə, bəlkə də həmkarlar da varsa, onlar da bəlkə təsdiqləyə bilərlər, fiziki şəxslər deyil də məhz hüquqi şəxslər lazımdır. Çünki onların böyük dövriyyəsi var. Onlar sürətli dövriyyəsinə uyğun olaraq belə deyək də, avtomatlaşmış scoring modeldən istifadə etməklə dərhal kredit edirik ki, hansı ki biz onu veririk, amma ancaq öz dövriyyəmizi görə bilirik, öz bankımızı görə bilirik, amma digər bankdakı dövriyyəsini görə bilmirik. Bu formada bir dənə də sualım ondan ibarətdir ki, fiziki şəxslər deyəndə yalnız retail segment nəzərdə tutursunuz burada, yoxsa fiziki şəxslər böyüyünə bağlı olan sahibkar hesabları da burada API-lər vasitəsində alına biləcək, yoxsa yox? Yəni, iki paralel sualım var idi. Təşəkkürlər hamısı. Çox sağ olun. İcazənizlə mən birinci cavab vereyim. Ümumiyyətlə, biz açıq bankçılıq yanaşmasına başlayanda, yəni bunun tətbiqinə başlayanda nəinki belə səbirsizliklə gözləyən, ümumiyyətlə, yəni bankların çoxsu sadəcə soruşur, yəni bu nəyə lazımdır ümumiyyətlə, yəni nə üçün bunu edirsiniz? Sualınıza cavab olaraq niyə görə ilk olaraq fiziki şəxslər? İlk olaraq fiziki şəxslər ona görə icra olundu ki, bu beynəlxalq təcrübədə belədir ki, bütün ölkələrdə ilk olaraq fiziki şəxslərin məlumatları paylaşılır. O ki, qaldı hüquqi şəxslərlə bağlı, hansı müddət ərzində bu olacaq? Bununla bağlı məsələ dəqiq məlumat verə bilməyəcəm, amma siz bir bank olaraq nə edə bilərsiniz? Məsələni Banklar Assosiasiyasının müzakirəsinə çıxara bilərsiniz və assosiasiya adından belə bir təklif verə bilərsiniz ki, bu xidmətlər, məsələn, açıq bankçılıq yanaşmasında bu xidmətlər sizin üçün daha önəmlidir və bu da bizim strateji planlarımızda müvafiq olaraq nəzərə alınacaq. Çünki biz anlayırıq ki, sadəcə olaraq API-ləri hazırlayıb sektor verməklə deyil, yəni bunlar təbii ki, istifadə olunmalıdır və burada müəyyən bir proseslər getməlidir, faydalı olmalıdır hər kəs üçün. Ona görə yəni bizim də sizdən xahişimiz odur ki, Banklar Assosiasiyası vasitəsilə bu müraciəti Mərkəzi Banka edəsiniz. Təşəkkür edirəm. Bir dənə sualım var idi ki, fiziki şəxslər deyəndə böyüyünə bağlı olan fərdi sahibkarlar da aiddir, yoxsa yox? Hal-hazırda böyüyünlə olanlar nəzərdə tutulmur, yalnız fiziki şəxslər nəzərdə tutulur. Təşəkkürlər. Çox sağ olun. Mən icazənizlə çox qısa əlavə edeyim, çox vacib məqama toxundunuz. Çünki biz fintechlərin ödəniş təşkilatı hissəsi ancaq fərdi sahibkarlara və hüquqi şəxslərə xidmət verə bilirik. Ödəniş təşkilatı olaraq biz adi bir fiziki şəxsə, yəni retail dediyimiz bir Azərbaycan vətəndaşına xidmət verə bilmirik. Və bu açıq bankçılıqda bütün bankların, xüsusilə əgər hüquqi hesablar üçün açıq olsa bu, ehtiyacı olacaq biz fintechlərdən bu məlumatları almağa. Çünki biz bir çox böyük dövriyyəli hüquqi şəxslərə xidmət veririk, lakin onların yığılmış vəsaitinin clearing vaxtı, belə deyim, ola bilsin ki, 5 dənə bankdakı hesablara bölürük və hər bank özündəkini görür və səmimi deyim ki, hətta bəzən olur bankla müzakirədə o bankın xəbəri yoxdur ki, əslində bəlkə də 90% gedir başqa banka. Bu 10% əsasında danışır bizlə və biz baxırıq ki, o bilsəydi ki, əslində bu dövriyyə bundan 10 dəfə çoxdur, başqa bir bizə qarşı münasibət bəsləyərdi. Eyni zamanda da korporativ kreditlərində bilsə ki, elektron ödəniş təşkilatı üzərindən ekviring xidməti vasitəsilə ümumi nə qədər dövriyyəsi var o hüquqi şəxsin, daha aydın və daha şəffaf analiz eləmiş ola bilərdi hüquqi şəxsin hesabını, həmçində fərdi sahibkarı. Amma əlbəttə sahib bəy daha ətraflı məlumat verdi o tərəfi ilə bağlı. Amma mən sizə qatılıram ki, hüquqi şəxslərin və fərdi sahibkarların da hesabları ilə bağlı imkan olsa, əlçatanlıq olsa, ekosistemə çox dəyər qatmış olacaq.
Bir də o ilə bağlı icazə versəz bir şey əlavə etmək istəyirəm. Bayaqlar qeyd elədiniz ki, digər hansı bir banklar buna gəlmirlər. Düşünürəm ki, böyük top 5 banklar buna gələcəklər. Çünki artıq onların hamısının rəqəmsal kreditləri var, hansı ki, dəqiqələr, saatlar içində kredit verilir. Başlanğıc olaraq ilk təşəbbüs göstərənlərə ödənişsiz, artıq ondan sonrakılara fərqli bir tariflər qoyduğunuz təqdirdə məncə kimlərsə önə çıxa bilirlər. Bu praktikanı da yoxlamağı tövsiyə edərdim. Çox sağ olun. Buradan sual verən var idi. Mikrofon olar mı kimsə? Kim dəstək dura bilər mikrofona? Qoy bir də gözüm götürüm. Bizim bankçılıq forumundakı innovativ bir yanaşmadır. Rasim müəllim tətbiq elədi bunu, sağ olsun. Auditoriya sual verə bilir və daha çox bu məruzə formatından çıxmağa istiqamətlənmiş bir yanaşmadır. Mikrofon, bura, Leyla xanım. Just a small thing regarding legal entities. So, from technical point of view, it was also some kind of challenge even for us to bring both of them on the table. We started with private individuals as well when we added legal entities, and it made some challenges. Not for all banks, but for some banks initially. So they had to also do some additional development. So technically, it's not that easy all the time. So, but yes, generally, I would say that account information usage in Georgia is mostly motivated by legal entities because like accountants love to see all their account movements in single interface rather than opening multiple open banking, internet banking windows and see here and there. Thank you. Zəhmət olmasın. Yox, işləmir. Zəhmət olmasa dəstək durardınız. Məndə sual yox, bir xahişim olacaq bütün iştirakçılara. Xahiş edirəm, gələn il üçün 3 sözlük proqnoz verəsiniz. Banklar və fintech üçün əsas trendlər nə olacaq? Kimdən başlayaq? Dövlətdən başlayaq, regulator hissəsindən, yoxsa kommersiyadan? Yəni regulator olaraq biz çox vaxtı bir təşəbbüsü başlayarkən bir araşdırmalar edirik, sorğular edirik və yəni həmişə görürük ki, əgər məsələ yəni sektor tərəfindən qaldırılırsa, bu daha yəni faydalı olur daha sonra. Ona görə mən düşünürəm ki, əslində private sektorun tələbatından irəli gələn məsələlər üzrə trendlər formalaşa bilər. Amma yəni biz regulator olaraq, yəni beynəlxalq təcrübəyə əsaslanıb deyə bilərik ki, tutaq ki, yəni hal-hazırda bütün ölkələr müəyyən yəni skopda artıq open banking təqdim ediblər, tətbiq ediblər və onlar artıq open bankingdən open finance yanaşmasına keçid edirlər ki, burada həm sığorta sektoru, həm kapital bazarları sektoru iştirak etsin və bu sektorlar bir-birinin arasında məlumatları mübadilə edə bilsin. Yəni əsas olan istiqamət hal-hazırda budur, amma daha belə deyək, texniki, daha ölkəmizə uyğun, sektorun inkişafına uyğun trendlər nə olacaq, onu biz sizdən gözləyirik. Zəhmət olmasın. Mən 3 sözlə desəm, mütləq birinci növbədə user experience, müştəri təcrübəsi, müştərinin yaşadığı təcrübə. İkinci, əlçatanlıq, availability və burada müştəri təcrübəsi deyəndə regulator dəstəyi də nəzərdə tuturam. Çünki məsələn bizim məsafədən hesab açma və bağlama prosesimiz mən elektron pul təşkilatı olaraq elə hesab edirəm ki, hələ də qəlizdir və bunu daha da asan eləmək olar. İndi Sahib müəllim və Mərkəzi Bank buradadır. Bunu daha asan eləmək lazımdır. Çünki bir çox gücləndirilmiş elektron imza kimi imkanlarımız var da. Yəni yenə də video zəng və s. inkişaf elətdirilməlidir. Və ən sonuncu da təhlükəsizlik deyim qısaca. Çünki burada həm uyum, compliance, regulator tələblər, həm dövlətimizin təhlükəsizlik tələbləri, həm likvidlik, təhlükəsizliyi və s. bu istiqamətdə trendlər olmalı. Çünki
bazarda belə bir hallar var ki, sırf təhlükəsizlik məsələsinə görə hüquqi şəxs bizdən xidmət alan təsərrüfat subyektləri əziyyət çəkirlər və bugünkü gün biz United Payment olaraq daha da baha olmasına baxmayaraq bizə gələn bir çox müştəri var ki, artıq bizim müştərimiz başa düşüb ki, təhlükəsizlik və dayanıqlılıq daha önəmlidir, nəinki ucuz və indi xoşa gəlməz istifadə etmək istəmirəm. Yəni ucuz və layiq olmayan xidmət almaqdansa dayanıqlı və təhlükəsiz xidmət almaq daha önəmlidir. Mikhail. If I understood the question correctly regarding banks and fintechs, so to answer it in shortly, it will be either cooperations or acquisitions. So like some of banks will cooperate it will be like infrastructure around them, which makes their services better, pleasant to use, etc., etc. And some banks will just acquire their like some fintech products, because in Georgia, you know, many banks they position themselves as fintech companies. They compete with each other. Which internet banking is better? Which mobile banking is better? With some competition. So it's competition in that area as well between banks. So they will probably use that opportunity to grab some new promising players and enrich their fintech infrastructure out of that. But but there will be also cooperations, I guess. Thank you very much. Değerli dostlar, suallarınız var elə? Bizimlə bu müzakirədə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. Zamanımız çox keçdi, belə deyək, qrafikdən çəkildik. Nahar vaxtınıza gecikmişik. Üzrlü hesab edirəm hər birinizdən. Təşəkkür edirəm. Zaten mövzu çox müzakirəli bir mövzuydu. Ona görə də məcbur olduq hamınızı dinləyək və açığıq. Mərkəzi Bank necə açıqdır, eynicəsinə kommersiya təşkilatlar açıqdır sizə. Təşəkkür, uğurlar olsun hər birinizə. Biz təşəkkür edirik. Rasim bəyəm çox sağ olun, amma nahara ilə çox vurğulamayın, çünki bir dənə də çıxışımız olacaq. Bir xatirə şəkil çəkdirək.